Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba rayon İcra Hakimiyyəti, Quba Xaçmaz Regional Mədəniyyət İdarəsi, Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konsert proqramı keçirilib. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayon İcra Hakimiyyətinin və Quba Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, rayonun mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, tələbələr və gənclər iştirak edib. Çok güzel bir program teşkil etmişik. Çok genç solistlerimiz var. Ama o kadar yetenekli, o kadar bacarıklıdır ki salon onları ümid edirəm çok büyük məharətlə qarşılayacaq. Baxaq, ümid edirəm ki bugünkü konsertimiz de çok uğurlu keçəcək. Benim için 2 qat əhəmiyyətlidir bura. Çünkü ben Qubalı sayılıram. Anam tərəf Qubalıdır. Və bu görüşdən çox şey gözləyirəm. Qafqaz TV xəbər verir ki, konsertin Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti Yalçın Adgözəlov idarə edib. Mədəniyyət Mərkəzində keçirilən konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Vasif Adgözəlov, Xazı Hamməmmədov və digər bəstəkarların əsərləri səsləndirilib. Belə konsertlərin bölgələrdə keçirilməsi çox gözəldir, çox yaxşı qarşılanır. Mənə bir tamaşaçı kimi, bir musiqiyə həvəsi olan insan kimi profesional musiqiçilərə qulaq asmaq böyük zövq yaradır. Gözəl bir konsert keçirildi. Həm xarici ölkələrin bəstəkarlarının əsərləri, həm Azərbaycan bəstəkarlarının əsərləri çox gözəl ifa olundu. Mənəvi zövq aldıq. Buna görə də öz təşəkkürümüzü, əməyi keçən hər kəsə öz təşəkkürümüzü bildiririk. Qeyd edək ki, orkestrin və solistlərin yüksək peşəkarlıqla ifa etdiyi bir-birindən maraqlı ifaları yerli izləyicilərin böyük marağına səbəb olub. İncəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanıb. Çingiz Qədimliyev üçün Şuşalı Qafqaz TV.